Barış səsi. Suriye'nin Hələb şəhrində 15 cavanı Nəsiminin şeirlərini oxumağa görə asırmışlar. Nəsimi cəmiyyət içindən səslənir. Şeiri oxuyanın günahı nədir? Şairi asmalısınız. Mənəm Nəsimi. Məndə sığar ki cahan, mən bu cahana sığmazam. Gövhər ilə məkan mənəm, kövn məkana sığmazam. Nəsimini göydə axtarıb yerdə tapan sərbazlar onu tutuqlayıb Miranşaha xəbər verirlər. Miranşah qaziləri məmur eləyir. Qazi Nəsiminin dərisini soymağa əmr eləyir. Qazi hökmü oxuyur və deyir, Nəsiminin qanından bir evə sıçrasa, o evi od vurmalıyıq. Kafir Nəsiminin qanı ayrı adamın bədən üzvünə dəysə, onu kəsməliyik. Amma Nəsiminin dərisini soyarkən qanı qazinin barmağına atılır. Hamı görür və deyir, ya qazi, özün dediyin kimi gərək barmağını kəsəsən. Qazinin rəngi rufu saralır, əl-ayağını itirir. Deyir, mən bu sözümlə Nəsiminin qanının mındarlığını istəyirdim bildirəm. Nəsimi bu halı görərək gülümsənir, deyir, Zahidin bir barmağın kəssən dönər həqdən keçər. Bax bu məcnun aşıqı sərpa soyarlar ağlamaz.